Salam Səfail müəllim, xoş gördük sizi. Sağ olun, hoş gördük. Bugün 8 noyabr Zəfər bayramıdır. Bayramınız mübarək. Sağ olun. Bu münasibətlə biz şəhid ailələrini ziyarət elədik. O cümlədən 4 Buladı kəndində 4 məzarsız şəhidimiz var və həmin bu gün də 4 məzarsız şəhidin ailələrini ziyarət etmək qərarına gəldi. İndi üçü ilə görüşdü. O biri də ki, anası rəhmətə gedib, evində heç kim yoxdur. Biz də gəlib bizim borcumuzdur bu zəfər günündə sizi ziyarət etməyə. Şəhidin qardaşısınız. Səfail müəllim illərlə bizim o Buladı kənd orta məktəbində müəllim işləyib. Öz töhfələri olub, zəhməti çox olub bizim kəndimizdə, uşaqların tərbiyəsində, təlimində. Buyurun özünüz danışın. Ne diyebilirim? Onu diyebilirim ki benim kardeşim Şamil her bir vatandaş kimi orduya çağrılıb gedib əsgərlik xidmətinə. Elə gətirdi ki, o Qarabağın azadlığında döyüşlərdə iştirak elədi və döyüşlərin birində şəhid olub. Hatta onun nəşi də cəbhə bölgəsindən çıxarıla bilmədi. O dövrdən elə o şəhidlik seriyasında olan adam, itkin düşmüş kardeşimiz bizi gözü yolda koyup. Biz həsrətlə onun 30 ildən çoxdur gözlüyoruz. Bir yere gedəndə, şehidin məzarını ziyarətləməyə gələndə biz bilmirik ki, nə edək, hara gedək. Elə onun portretini, yani onun xətrinə lövhə düzəltmişik. Həmişə oraya gedəndə dönədmə onu xatırlıyoruz. Bütün şeylere Allah rahmet eylesin, gazilere can sağlığı ve de Ali Başkanımızı da Allah saklasın, onu korusun. Biz her onun yeni çıkışını kulak asanda, dinleyende elə bilirəm ki, bugün sabah benim de o kardeşim Haydar gelir. O ümidlə yaşayırıq. Vətənpərvər olan idi. Türkiyəsini, vətənini seven oğlan idi, igid idi, ölümdən qorxmaz idi. O müharibəyə gedəndə də məsələn ona o vaxtı dedim ki, əzim, gedirsən, 50 çılpaq gedirsən o murdar məşhur qonşuların ordusuna qarşı. Sən orada nə edə bilirsən? Eğer lazım gəlsən, mən də gedərəm. Lazım gəlsən, mən də gedərəm. Dedi, yox əzim, getməliyəm. Benim gedenler benden... Olan şeyler diye bu. Benim gedenler benden artık değil. Ben de onlar, ben de gedenlerden biri kimi gelirim. Ve gedenden sonra da bir iki defa zəng elədi, məktubla göndermişti ki, Füzulidə döyüşürəm, belə döyüşlər gedib, uzun döyüşlər gedib. Bir de haber çıktı ki, o böyle ordunu yerleşme yaparlar Qubadlıya. Qubadlıda deməli Murazxanlıdan Gülbürt'e keçən yerdə onların orada eksploatasiya yeri olub da oradan gedilməmiş hər gün döyüşə. Deməli oktyabrın 18'inde axırı da döyüşə gedəndə Xudafizləşib uşaqlarla gedib və biliblər ki, orada qırğın olacaq. O şanlı döyüş ki var 18 oktyabr. Həmin vaxtı bizim bir iki dənə şəhidimiz də olub. Elə rəhmətli Nair Oxundu o döyüşdə yaralanıb. O döyüşdə yaralanıb. Özü də o desantla oraya gedəndə onu havada vurmuşlar. Bunlar ise yerdən bu tərəfdən hücuma gediblər. Bunlar da burada döyüşüblər. Hər halda bərabərlik döyüşü olmuyor da. O erməni Ruslarla silahlanıb tank, BTR, ne bileyim güclü texnika, bunlar ise boş avtomatla çıxırlar onun qabağına. Onlar da onları elə baran eləyiblər. Onun yoldaşları deyir ki, biz hamımız döyüşdən çıxdıq, qaçdıq ki, canımızı götürək gedək, yoxsa bunlar belə gəlir. Bir de onu gördük ki, o vuruldu, qaldı, qalxmadı. Uzandığı yerdən qalxmadı. Bildik ki, onu vurublar. O 20 dəfə onun sorağına gittik. Öz xəttimizlə. Sonradır bizi koruyurdular ki, düşman bize gül atmasın. Keçirdik gülə bir daha. Gedirdik, axtarırdı. Tapa bilmirdik, qaydırdıq. Axırı dəfə
Mənim xatırımda bu qalır ki, Sumqayıtdan bir əskər dedilər ki, bu avtomatı gəzdirir. Bu Şadilin avtomatı. Şamil bu avtomatı orada vuruşub. Onun avtomatı təzə olub, Şamil onunkini alıb gedir. Onun avtomatını gelib döşür. Heç bir şey əldə edə bilmədik. Sağ olsun hökumət, baxmayaraq ki, o yoxdur, şəhid oldu, itkin düşdü. Onun xatirəti həmişə anılır, yazılır. Dövlət strukturları tərəfindən də, yerli icra hökuməti də, bütün orqanlar hər söz düşəndə, gələndə, şəhidlərlə görüşəndə onun da xatirəti anılır. Mən buna görə hökumətə minnətdaram. Vətən yolunda gediblər. Allah, əgər elibsə Allah rəhmət eləsin. Əgər yaşayırsa, gələcək görəcəyik. Hələ də ümid edirsiniz ki, yaşayır. Əlbəttə, nədir? Canımızın bir tikəsidir, onu necə yaddan çıxartmaq. İtki elə şeydir ki, bilmək olmur da. İnanmırsa da, ta ki onun məzarı olmayız. İndi biz son pənah kimi hələlik bu şəhidləri yad eləyəndə, bir yerə gedəndə elə bilirəm ki, mənim qardaşım da olanlardır. Belə bağcan deyirəm, o bilirəm. Amma nə bilim, həyatdır da. Ata, anam o ümidlə getdi, göz yolda getdilər ona görə. Bir də axırıncı oğlan idi, 7 qardaşın axırıncısı idi. Onu evdən hamı istəyirdi, hamı onun xətrini istəyirdi. Yaxşı olan. Bu Agil onun qucağından düşməz, heç onun qucağından düşməz. O qədər mehribançılığı var. Onun uşaqlığı illərini məktəbdə dərs deyən müəllimlərindən soruşsanız, deyərlər, o 8 il burada oxudu, 9-12 gəldi bizə, bura oxudu. Mən də müəllimdə təzə gəlmişdim, təzə vaxtımda. Seydəli müəllimin sinifində oxuyurdu. Onların sinif əvvəli Seydəli müəllim. Baxma, ortada dərs oxuyan idi, ancaq təşkilatçılıqda yaxşı idi. Nə tədbir var idisə, Seydəli müəllim bütün tədbirləri onunla keçirdi. Hayatı da. Yine herhalde gurur yerimizdir, hakkımızdır. Fəxr eləyirəm, mən fəxr eləyirəm ona, ailəvi, bütün ailə üzvlərimiz, hamımız fəxr eləyirik. Ancaq bir ziyarət yerinə getməyə, əgər ölübsə, qəbir yeri olmadığı üçün qiblə nə tədbirlərine ikametgah yoxdur ki, adam gedib ona. Evet. Valideynləri yol gözləyə rəhmətlə gedin. Evvela hoş gelmişsiniz. Geldiğinize göre size teşekkür ederim, minnettarlığımızı bildiririm. Çok sağ olun ki sahip gelmişsiniz. Sağ olun sizi bütün Azərbaycan xalqına Zafer Bayramı'nın 5-ci ildönümü münasibətilə təbrik edirəm. Prezidentimizə can sağlığı arzulayıram. Uğurlar onun içində yine arzulayırıq ona. Yani ki bugünü bize kısmet elədi. Neçə illərdir biz bunu gözləyirdik, o bugünü bize kısmet elədi. Allah onun canına dəyməsin. Var olsun, bütün Azərbaycan xalqının başının üstündə əskik olmasın. Şəhidlərimizi andırır. Allah ona kömək olsun. Vallahi bütün şəhidləri Allah rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Onların valideynlərinə uzun ömür, can sağlığı arzulayıram. Yani yine de onların fəxridir. Yani bütün valideynlər bu cür qəhrəman övladlarla fəxr edə bilərlər. Azərbaycan xalqı mərd xalqdır. Yəni Azərbaycan xalqını təbrik edirəm.